Nə deyirsən oyunla bağlı? Deyirəm oyunla bağlı nə deyirsən? Ha, cavab ver. Sən bu gün oyunla bağlı. Nə deyirsən? Kimi udacaq buraya? Hərbi sən. Atik, oyunla bağlı nə deyirsən sən? Yaxşı, sən nə deyirsən oyunla bağlı? Kim udacaq? Ha, mənə bax. Aa, şimdi Eşidirsən mən? Yebal nə bilir? O bir Allah bilir. Ya bir dəqiqə deyən kimi udacaq. Inter PSG. Ondan sonra biz biləcəyik. Kim udacaq? Kim udacaq? Inter PSG. Nə bilim, ona bilmirəm. Özüm də. Nə deyirsən bu gün? Hadi yanda Kim la. udacaq? Kim udacaq? Kim udacaq? Buyur. Hər vaxtınız xeyir olsun dostlar. Bugün yepyeni bir video ilə qarşınızdayım. Deməli dostlar, bu günləri UEFA Çempionlar Liqasında final oyunundu. Yəni mən düşünürəm ki, bu günləri Inter PSG oyununda Inter qalib olacaq. Günah sənin düşüncələri, indi görək finalın nəticəsidir. Ben düşüncəm o ki, PSG Inter aparacaq, çempion olacaq. Ha? Fransa. Fransa. Yəni çempionluğu ilə Fransa. Hə, oyun neçə qutarda bilər. Məncə də heç səbəb olacaq. Keçən dəfə zaten demişdik sizə tutacaq, amma Tottenham gəldi qələbə qazandı. O Avropa Liqasında Bu olmasın, olmasın bu olsun. Olmasın bu olsun. olmasın bu olsun. Dostlar, siz təxminlərinizi yazın kommentlərdə. Bu arada kimin qələbə qazanacağını düşünürsünüzsə mütləq şəkildə komment yazın. Bu arada kanalıma abunə olub bildirimləri açmağı və videonu bəyənib yorum yazmağı da unutmayın zəhmət olmasa. Ümumiyyətlə Interdə neçə gol olacaq? PSG-də neçə dənə gol vuracaq səncə? Gol çox az olacaq. Az olacaq. Bilirəm, mən düşünürəm ki 1-1 ya da ki maksimum 2-2 ola bilər. Maksimum 2-2 ola bilər. Mən də uzaqdakı 1-1 fikirləşirəm. Söz deyirəm, bundan sonra ümumiyyətlə oyun qutarır, hə? Yoxsa çempionlar qutarır? Klublar arası dünya çempionatı var. Qısaca bu arada dostlar, Real Madriddə Ronaldo'nun gələcəyi deyilir. Sən nə düşünürsən? Kirayə də olsa bir ayda kirayəcək. Məncə gəlib elə burada da karyerasını keçmək istəyir. Harda? Ronaldo qutaranda Sporting'dən qırmalı. Niyə? Çünki Sporting'də başlayıb. Bu arada Ronaldo anasının arzusu orada da çalışdı. Səncə, ay Tunan, söz soruşuram sana. Ha? Abi İlkar ilə sənin gəldi. Təqdir edir şeydə. Səncə, bax bu boyda komandaların içində niyə Inter PSG gəldi finala çıxdı? Yəni bax Barcelona vardı, Real Madrid vardı, Bayern Münih vardı. Yəni o cəmaət oyun gözləyirdi ki, məsələn finalda hani Barcelona olar, Real olar da. Yəni niyə Inter Bax, mən öz adıma deyirəm. Öz adıma deyirəm. Realın yox, Barcelona haqqında final hadislək. Realın yox. Real bu illərin zəif çox çıxırdı. zəif. Səncə Ligaya oynayırdı yoxsa ona görə? Heç bir oynamır. Amma Barcelona məsəl üçün, oy bilə. Barcelona məsəl üçün Barcelona görürsən, həm Ligaya oynadı, həm Kupa oynadı. Amma Həm Çempionlar Liqası bəxti gətirmədi. Inter çox vəhşi kimi Layiq idi oynadı. amma bəxti. Inter vəhşi kimi oynadı ona görə. İkinci oyuna baxanda Səncə Inter PSG yəni finalda olmalı idi? Inter PSG finalda olmalı idi. Yox, məncə Barcelona PSG olmalı idi. Yox, hə, Barcelona PSG olmalı idi. Barcelona PSG olmalı. Amma yəni amma Inter keçən Barcelona oyununda gördün nə etdi? Dedim çox əziyyət çəkdilərdi onlar. Ekstra tay Inter əziyyət çəkirdi. Əməlli başlı düzdür ki, Yamal zət qəşəng oynadı Barcelonada, amma yəni ən çox çalışan, ən çox belə əzmkarlıqla mübarizə aparan Inter idi qardaş. Mən birinci oyunu bilmirəm. İkinci oyunda Hə, Barcelona ikinci tay Inter sürüyor. Inter atılmışdı. uzaqdı da. Gəldi utdu. Fakt utdu da. Nəysə dostlar, əsas odur ki, yəni finala gəlib çıxdı. Halal olsun. Yəni hər iki kluba da uğurlar arzu edir. Bizə bir söz düşməz. Prosta belə şeydə reaksiyamızı bildirdik. Yəni fikir bildirdik oyunla bağlı. Yəni də deyirəm, düşüncəmiz odur ki, yəni Inter bu gün qələbə qazanacaq, amma əksinə də ola bilər. Çünki keçən dəfə Sənin şəxsi düşüncən. adam PSG məsəl deyirəm, mən də Inter deyirəm. Görə nə olacaq axşam. Amma oyunun 1-1 olacağını və ekstraya qədər uzanacağını, yəni tam dəqiqliklə deyə bilərəm. Çünki hətta penalti də ola bilər. Niyə görə? Çünki bu hər zaman görünən bir şeydir ki, yəni final oyunlarında həmişə belə uzadırlar ki, biraz vaxt çox keçsin, izləyici daha çox baxsın futbola. Amma olmaya da bilər. %70% inanıram ki, yəni ümumiyyətlə final oyunlarında, ümumiyyətlə bu final oyunu ekstraya qədər uzanacaq və penaltiyə qədər gedəcək. Belə. Bir şey olur ki, Aha. bütün Çempionlar Liqası oyunları olsun, Avropa Liqası oyunları olsun, Konferans Liqası oyunları olsun, bizim məkanımızda. Flylandsda. Bu arada dostlar, Azərbaycan mini futbol üzrə artıq finaldadır. Buradan Azərbaycan milli mini futbol üzrə futbolçularımızı da təbrik edirik. Uğurlar arzu edirik. İnşallah finalda da qələbə qazanırıq. Heç olmasa yəni
normal futbolda olmasa da, heç olmasa mini futbolda heç olmasa qələbə qazanar, dünya çempionu olar. Avropa çempionu olub ha. Bəli. Avropa çempionu olmuşuq keçən illər. İnşallah bu ildə Allahın izni ilə dünya çempionu olarıq və adımızı tarixə qızıl hərflərlə yazmış olarıq. Bizim mini futbol oyuncuları var. Ha. Böyük oyuncular. Böyük futbola keçsələr, yəni bəlkə də bizim birimizdən yaşayır. O da ola bilər. O da olur. Niyə də olmasın? Sizin düşüncələrinizi də dostlar bu vaxtda yaza bilərsiniz kommentlərdə. Hə. Və bu arada bu gün Zınqayır şəhər Mehdizadə adına stadionda Qarabağın Sumqayı Qarabağın sabah idi yoxsa? final oynayır ha. Bəli, bu gün final oyunu var. Zınqayır şəhər stadionunda. Qarabağın sabahın oyunu var. Bəli. Kubokda yəqin Qarabağ götürəcək. Böyük final ilə. Sabah götürəcək. Basketbolda da qalib oldu. Ya orada elə bir şeylər var ki, yəni Nəsə, orada biz danışılacaq şeylər deyil. Nəsə, dostlar, Sabah götürəcək. öpürəm sizləri. Kanalıma abunə olub bildirmələri açmağı unutmayın. İnşallah yayda başlayacaq o dünya çempionatına, klublar arası dünya çempionatı, üçün dünya çempionatının oyunlarını da belə Yunanla bərabər şərh eləyəcəyik, paylaşacaq sizlərlə. Kanala abunə olub bildirmələri açmağı və videonu bəyənib yorum yazmağı da unutmayın. Mütləq şəkildə yəni bugünkü oyunla bağlı düşüncələrinizi kommentlərdə yazın. İnşallah Inter qələbə deyirəm, Yunan da PSG deyir, görək başımıza nə gəlir. Bən şot 1-1 oyun da uzatmaya gedəcək. Belə düşünün. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşmək üzrə. Bay bay.